Hər kəs salam. Təzə dərsimizin mövzusu bu dəfə Çexov qanunlarıdır və bugünkü dərsimizdə Çexovun cərəyan qanunu, yəni birinci qanunu haqqında məlumat əldə edəcəyik. Çexovun iki qanunu var, cərəyan qanunu və gərginlik qanunu. Bunlara ayrılıqda keçməmişdən qabaq istəyərdim ki, elektrik dövrələri, nəzəri əsasları, elektrotexnika məsələlərində istifadə olunan yün və budaq anlayışına bir aydınlıq gətirək. 3 və ya daha artıq xəttin və yaxud da ki, komponentin birləşməsi nəticəsində yaranan nöqtə düyün nöqtəsi və yaxud da ki, birləşmə nöqtəsi adlanır. Həmin bu düyün nöqtəsindən şaxələr meydana gəlir. Burada budaq və yaxud da dövrə haqqında artıq danışırıq. Bu, kontur və yaxud da ki, elektron komponentlərin birləşməsi nəticəsində qapalı bir şəbəkənin yaranmasına deyilir. Yəni, şəkildə də gördüyünüz kimi ardıcıl olaraq bir qapanmış dövrədir. Burada şərti olaraq rezistor istifadə olunub, başqa komponentlər də istifadə oluna bilər. Çexovun birinci qanunu və yaxud da cərəyan qanununda bu cür qeyd edilir ki, həmin düyün nöqtəsi ki var, düyün nöqtəsinə daxil olan cərəyanların cəmi, yəni I1 ilə I2, düyün nöqtəsindən çıxan cərəyanların cəbri cəminə bərabərdir. Yəni I3 ilə I4-ün cəminə bərabər olur ki, bunlar da formul şəklində sağda göstərilib və bu çıxarışı da başqa bir formada ifadə edə bilərik ki, düyün nöqtəsinə daxil olan cərəyanların cəmi düyün nöqtəsindən çıxan cərəyanların cəmindən işarə baxımından əksdir və bunların da toplamı son nəticə olaraq sıfıra bərabər olur. Həmin bu düyün nöqtəsinə daxil olan cərəyan məsələsinə əsasən və bir əvvəlki mövzumuz olan Ohm qanunundan da istifadə eləyərək dövrədə olan həmin cərəyanın qiymətinin nə qədər olduğunu müəyyənləşdirə bilərik. Çexovun birinci qanununu biz həm məsələ həlli üzərindən, həm də praktiki nümunə əsasından izah etməyə çalışacağıq. Fərz edək ki, bizim üçün belə bir dövrə verilib. Həmin bizdə birləşmə nöqtəsi və yaxud da düyün nöqtəsi, baxın bu gördüyünüz hissədir. Və bu düyün nöqtəsinə daxil olan cərəyanlar düyün nöqtəsindən çıxan cərəyanların cəminə bərabər olmalıdır. Biz bilirik ki, dövrədən cərəyanın axması üçün xüsusən bu DC, yəni sabit cərəyan analizi əsaslı dövrələrə aiddir. Sabit cərəyan mənbəli bir dövrədə cərəyan yuxarı potensialdan aşağı potensiala doğru axır. Yəni biz bilirik ki, qida mənbəyinin batareyanın müsbət potensialı, yəni 7 volt olan hissəsi bu hissə, ground olan hissəsi isə baxın buradır. Ona görə də biz bu hissəyə şərti olaraq bir ground simvolu da əlavə eləyə bilərik. O zaman həmin bu qırmızı ilə işarələnən düyün nöqtəsinə nəzərən, düyün nöqtəsinə daxil olan cərəyan hansı istiqamətdədir? 7 voltdan 20 ohm üzərindən bu düyün nöqtəsinə daxil olan cərəyandır ki, bunu şərti olaraq biz gəlin I1 olaraq adlandıraq. Digər bir cərəyan düyün nöqtəsindən artıq çıxır və bu istiqamətdə hərəkət edir. Ona görə də biz bunu I2 olaraq adlandıraq və ən sonuncu bu düyün nöqtəsindən şaxələnən üçüncü qol ki var. Bu da düyün nöqtəsindən çıxır və ground referans xəttə doğru gedir. Bunu da adlandıraq I3 olaraq. Formula əsasən belə qeyd edirik ki, I1 bərabər olmalıdır I2 ilə I3-ün cəminə. Bu verilmiş variantdan istifadə edib biz bunun doğruluğunu tapmalıyıq. Bu qırmızı ilə göstərdiyimiz düyün nöqtəsi bizdə konkret bir potensialı, konkret bir gərginlik qiymətini özündə ehtiva edir. Məsələn, bunu biz şərti olaraq adlandıraq bir Vx olaraq. Hələlik bu nöqtədəki gərginliyin qiymətini biz bilmirik. Biz bunu istifadə eləyərək əvvəlcə Vx-i, daha sonra isə I1, I2, I3 cərəyanlarını tapmağa çalışacağıq. Beləliklə, I1 cərəyanı burada nəyə bərabərdir? Ohm qanunundan istifadə eləyərək onu tapaq. Əvvəlcə Ohm qanununu kənarda özümüz üçün yazaq. I bərabərdir U bölünsün R və yaxud da ki, V bölünsün R. Burada I cərəyan şiddəti idi, U gərginlikdir. Bunu başqa formada U1 minus U2 bölünsün R kimi də götürə bilərik. Yəni, bu birinci potensial nöqtə, bu ikinci, onların fərqi bölünsün həmin dövrədəki müqavimət.
O zaman bizdə I1 bərabər olacaq 7 volt, yəni bu hissə çıxaq Vx. Yəni buranı kəsrin surətində 7 volt çıxaq Vx yazırıq. Çünki Vx hələlik bizim üçün məchuldur. Həmçinin i'lər də bizim üçün məchuldur. Bölünsün R. Bu hissədə R bizdə 20 ohmdur. Yazırıq 20. Daha sonra I2 cəryanı üçün, qolu üçün biz yazacağıq. Vx çıxaq neçə? 0. Biz bilirik ki, ground 0 volta bərabərdir. Belə haşiyə alaq ki, səhv salmayaq. Ground 0 voltdur. Deməli, Vx-dən 0 voltu çıxmalıyıq. Zaten nəticədə Vx-i verir deyə başqa bir şey yazmıram. Surətdə yalnız yazıram Vx. I2 üçün 10 ohm və 30 ohm ardıcıl birləşmədə rezistorlar biz bilirik ki, toplanır. Olur 40. I3 isə bərabərdir yenə Vx çıxaq 0 volt, yəni surətdə yenə də Vx bölünsün müqavimət olaraq 10. Artıq biz I1, I2, I3-ü burada göstərilən formulu tətbiq edə bilərik. 7 çıxaq Vx bölünsün 20 bərabərdir Vx bölünsün 40 üstəgələk Vx bölünsün 10. 7 çıxaq Vx bölünsün 20 bərabərdir 5 Vx bölünsün 40-a. Burada 20 ilə 40 ixtisar gedir və nəticədə alınır 14 çıxaq 2 Vx bərabərdir 5 Vx-ə. Buradan da alıram ki, Vx bərabərdir 2 volt. Artıq Vx mənim üçün məchul deyil. Onun qiymətini tapdım 2 volt. Deməli, bu nöqtədəki gərginliyin qiyməti artıq bəllidir, 2 volta bərabərdir. Rahat bir şəkildə i'nin qiymətlərini də tapa bilərəm. 7-dən çıxıram 2-ni, bölürəm 20-yə. Bu bizə verir 0.25 amper. Burada 2 bölünsün 40, 0,5 amper. 3 isə 2 bölünsün 10. Bu da verir 0,2 amper. İndi isə I1 bərabər olmalıdır I2 plus I3-ə. I1-in qiyməti 0,25 bərabərdir. Həqiqətən də 0,5 üstəgələk 0,2 və bunun da cəmi təbii ki, bizə verir 0,25. Nəzəri olaraq məsələ həllində bu nəticəni biz əldə eləmiş olduq. İndi gəlin praktiki olaraq bunu simulyasiyada necə öz əksini tapdığına bir yerdə baxaq. Gördüyünüz kimi dövrə az öncəki olan dövrə ilə birəbir eynidir. Bircə fərq odur ki, hər 3 xəttə biz ardıcıl olaraq ampermetr qoşmuşuq. Bu I1 xətti üzərində, I1 cəryanının axdığı xətt üzərində qoşulmuş ampermetrdir. Bu I2 xətti üzərində, bu isə I3 xətti üzərində qoşulmuş ampermetrdir. Və bu ikisinin göstəricisinin cəmi birinci ampermetrin nəticəsinə bərabər olmalıdır. Gəlin simulyasiyanı başladaq. 250 milliamper birinci ampermetrin göstərişi, 0,5 milliamper və 200 milliamper. Bunların toplamı bizə verir 0,25 milliamper. Həqiqətən də burada göstərilən nəticələr öz əksini tapır. Bugünkü dərsimizdə Kirchhoffun cəryan qanununu öyrəndik və qeyd elədik ki, düyün nöqtəsinə daxil olan cəryanın cəmi düyün nöqtəsindən çıxan cəryanın cəminə bərabər olmalıdır və həm nəzəri, həm praktiki olaraq bu özünü göstərir. Qeyd edeyim ki, biz bunu AC əsaslı bir dövrə üçün analiz elədik. AC-də isə bu özünü bir başqa formada göstərə bilir. Həmçinin biz hesablamanı bu nöqtəyə nəzərəndə apara bilərik. Çünki bu özü də bir düyün nöqtəsidir və gördüyünüz kimi 1, 2 və 3 dənə toplam xətt çıxır. O zaman düyün nöqtəsinə daxil olan, yəni 10 ohm istiqamətində gələn bir cəryan və 30 ohm istiqamətində gələn bir cəryan. Bu ikisinin cəmi bizə verməlidir. Buradan çıxaraq batareyanın grounduna doğru gedən istiqamətə. Yəni sol tərəfdəki yerdə qalan ikisinin cəminə bərabər olacaq və ampermetrlərin yerini də özünüz dəyişərək bu nəticənin doğruluğunu yoxlaya bilərsiniz.
Bugünkü dərsimiz bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.